20 yanvar günü, o qanlı gecə, silahsız xalqıma divan tutuldu. Azadlıq deyərək toplaşan xalqa, odlu silahlardan ateş açıldı. Əliyə alın xalqın, din cəhalinin, üstüne onlarla tank yeridildi. Tarih görmemişti belə vəhşilik. Yüzlərlə həmvətən şəhid edildi. Nə qoca, nə cavan, nə qız, nə gəlin, əzdilər, keçdilər körpələrəcən. Bakı qan ağladı, fəryad qopardı. Gecədən başlamış, düz səhərəcən. Qorxuyla döndərmək istəsələr də, xalq öz amalından geri dönmədi. Nə şaxta, nə ordu, nə də ki tanklar xalqımın əzmini qıra bilmədi. Bir xalq göstərin ki tanklar önünə, əliyə alın çıxa, silahsız çıxa. Bu mənim xalqımdı bircə gecədə. Qanıyla qol çəkdi o azadlığa. Üstündən 100 illər gəlib keçsə də, heç vaxt unutmarıq bu faciəni. Qan yaddaşımıza dönən bu qanlı, həm acı, həm də ki şanlı gecəni. Qan yaddaşımıza dönən bu qanlı, həm acı, həm də ki şanlı gecəni.